Əziz müsəlmanlar, insanlıq üçün məqsədlərin, hədəflərin, qayələrin ən ucası və əzəmətlisi məhz göylərin və yerlərin Rəbbini təkləşdirməkdir və həmçinin Allah Azza və Cəllənin vahdəniyyətini iqrar etməkdir. Və bununla yanaşı Allah Subhanahu və Taala'nın qarşısında özünü zəlil göstərməklə, ondan qorxmaqla, ona ümid bəsləməklə, ona səcdə və rükû etməklə və ona üz tutaraq təslim olmaqla onu təkləşdirməkdir. Və bununla yanaşı Allah Taala'ya ortaq qoşmaqdan çəkinməkdir. Çünki insanlığın yaradılışındakı ən uca qayə də məhz bunu gerçəkləşdirməkdir. Yəni Allah Taala'nı təkləşdirmək və ona ortaq qoşmaqdan çəkinmək. Allah Taala öz mübarək kəlamında buyurur: "Və mə xalaqtul cinnə vəl insə illə liyəbudun." Mən cinləri və insanları yalnız ibadət etməkləri üçün yaratdım. İnsan tövhid sayəsində həqiqi həyatı yaşamış olur.